gördüğünüz kimi ambasadorumuz Kəmalə xanım bu kadrlar çəkilərkən yuxuya getməməyə çalışsa da bir qədər uğursuz oldu. Burada o biraz düşüncələrə dalır, amma çəkilişlərimiz yenə də davam edir. Burada biz artıq çəkilən kadrlara baxırıq, onları çox bəyənirik və qərara gəlirik ki, 1-2 kadr daha çəkək, sonra isə yollanaq növbəti lokasiyamıza. Növbəti lokasiyamız isə qonaq otağı idi. Burada artıq Ruslan bura öz əşyalarını gətirir, burada kadra girməyə çalışır. Burada isə Kama deyir ki, bu kompüter çox şəklidir, kadrda belə düşməsin. Burada artıq çəkilişləri davam edir. Kama təbii görünsün deyə kompüterdə nəsə yazmağa çalışır. Və biz burada Fatimə ilə qərara gəlirik ki, qonaqlarımıza çay ısmarlayaq. Və təbii ki də bunu bu cür kreativ stəkanda etməsi olmazdı. Bu arada bu ördəkdir, bu isə Fatimədir, evimizin sahibi. Burada Ruslan jestlərlə bizə nəsə izah etməyə çalışır və birdən o bu otaqdakı mebellərin yerləşməsini bəyənmir deyə onların yerini dəyişməyə çalışır. Burada Kama artıq yorulur, ona görə biz ona çay ısmarlayırıq və bu stəkanı gördüyünüz kimi çox bəyənir. Daha sonra ani bir qərara gəlirik ki, Kamanın üst geyimini dəyişək, daha sadə bir şey verək ona. Burada bizə Fatimə kömək olur. Bu cür ideal, sadə ağ bir köynək tapırıq. Daha sonra burada Ruslan acıyır. Burada isə bütün komandamız acıyır və mən onları çəkirəm. Burada artıq çəkilişlərimiz davam edir. Və yenə ani bir fikirlə Kama qərara gəlir ki, saçını yığsa daha təbii görsənər. Ruslan isə hələ də mebel daşımaq fikrindən daşınmayıb. Bu gedişlə bütün otağı daşıyacaq. Burada artıq istədiyimiz kadrları alırıq. Burada sizə G-Shock dəftərini və qələmini göstərirəm. Bugün hər şey G-Shock ilə əlaqəlidir. Burada biz artıq kadrlara baxırıq, onları çox bəyənirik. Ruslan da baxır, məncə o da çox bəyənir. Burada isə qonaq otağını dağıtmışdıq deyə yenidən yığmağa çalışırıq. Alətlərimizi götürürük və yollanırıq növbəti lokasiyamıza, yəni Tenis Akademiyasına. Burada da möhtəşəm bir-iki kadr götürəndən sonra düşürük şəhərin canına. Uzun, yorğun bir gündən sonra şəhəri romantikləşdirməyə çalışırıq. Daha doğrusu buna Kama çalışır. Bundan sonra isə biz də Kaman yolu ilə getməyə çalışırıq. Dəniz kənarına gəlib buradakı quşların uçuşunu romantikləşdirməyə çalışırıq. Bundan sonraki kadrda isə səs əlavə etməyə ehtiyac yoxdur düşünürəm.